Salam Seymur. Seymur, ümumi olaraq şəhid dəlil mənası verir. Şahid dəlil gətirən anlamındadır. Bir insanın istər yataqda ölsün, istər döyüşdə ölsün, fərq eləməz. Allah yolunda yaşayıb ölməsi onu Allah yolunda ölümü boş sayılmır. Bir insanın Allah yolunda yaşayıb ölməsi deyiləndə qəsd nədir? Allahın buyruqlarına əməl edən adam harda ölür ölsün, ölümü boşa deyil. Aydındır nə demək istəyirəm? Həc surəsi 58-ci ayə. Allah üçün hicrət edənlər, sonra öldürülənlər və ölənlər üçün Allah yanında deyir, ruzi vardır, ruzi veriləcəkdir onlara. Yəni ölənlər və öldürülənlər, ölən və öldürülən ikisini də qəsd edir Allah. İkisini də ortaya qoyur. Qaldı ki, sən dediyin adamın ki, Ukraynada deyirsən ki, vuruşub Rus komissarlığı çəkib, bu şəhid sayılır, sayılmır. Ümumi olaraq bu, belə deyək də, necə ki, el arasında, ürfdə elə hər ölənə şəhid deyilir. Məsələn, bir misal veririk. İraqla İran döyüşdü, ikisi də müsəlman ölkə idi. İraq da öz ölənlərinə şəhid hökmü verdi, öz zalimləri ha, İran da. Yaxşı, iki döyüşəndən biri hansı Allah yolunda vuruşurdu? Onu kim bilə bilər? Allah yaxşı bilir. Yəni biz iddia edirik, hər kəs öz ölənlərinə ehtiram göstərir, şəhid deyir. Bu bir status kimi qoyulur. Amma Allaha görə bu qiyamət günü belə olunmayacaqdır. Onun əməlinə baxacaqlar, onun inancına baxacaqlar. Şərik qoşub qoşmadı, Allahın qoyduğu qanunlara, yasalara uyğun yaşadı, yaşamadı. Son nəfəsini Allahın istədiyi yolda verdi, yoxsa vermədi, ona baxacaqdır. Yəni Allah bilir. Heç kim bunu deyə bilməz ki, kim Allah yolunda öldü, kim Allah yolundan başqa bir yolda öldü. Məsələn, mən şəhid qardaşıyam. Mən bilmirəm ki, mənim qardaşım Allah yanında şəhid hökmündədir, yoxsa yox. Düzdür, mənə görə və yaxud da bizim millətə görə şəhid deyilik. Yəni, amma Allah yanında necə? Kim Allahın əvəzinə qərar verə bilər ki, yox, bizimkilərin hamısı şəhiddir. Bizim içimizdə ateistlər yox idi. Bizim içimizdə ümumi olaraq ən ağır günahları ilə insanlar olmayıbdı. Ola bilər gedib onlar da döyüşüb ölsünlər orada. İndi onlar da mı cənnət əhlidirlər? Halbuki adamın nə axirətə, nə Allaha, nə cənnətə, nə cəhənnəmə, nə Qurana, heç nəyə etiqadı olmuyubdu. Heç uymuyubdu da. Hər günahı da eləyibdi. Hər pis əməlin də sahibi olubdu. Bu gedib orada vuruşubdu. Nə niyyətlə gedib o da bəlli deyil heç. İndi buna biz 100 dəfə şəhid deyək. Allah bizim nə deməyimiz önəmli deyil ki. Allahın nə dediyi önəmlidir. Ona görə də heç kim bunun hökmünü verə bilməz, qardaş. Heç kim bu barədə deyə bilməz ki, kim şəhiddir, kim şəhid deyil. Bu şəhid məsələsi də dediyim kimi, insanın bir adama ölənə şəhid deyilməsinin səbəbi o adam malı ilə, canı ilə Allah yolunda mübarizə aparır və öz canını qurban verərək sübut edir ki, Allaha öz imanını ona görə şəhid deyilibdir. İndi gərək həqiqətən görək insan vuruşub ölməyi Allaha imanını sübut etmək üçündürsə, hə, maşallah. Yox, elə döyülsə də sən 100 dəfə şəhiddir, bir mənası yoxdur yəni.